Salam əziz şagirdlər, xoş gördük hər birinizi. Bugün sizlərlə bərabər Güvən 6-cı sinif Riyaziyyat Monitorinq sınaq 2-nin izahına baxacaq. Gəlin başlayaq ilk sualımız, yəni birinci sualdan. Bizə deyir ki, 17A5 4 rəqəmli ədədi 9-a tam bölünərsə A-nı tapın. 9-a bölünmə əlamətini xatırlasaq, bilirik ki, rəqəmlər cəmi nəyə bölünməlidir? 9-a bölünməlidir. Onda 17A5 ədədinin rəqəmlər cəminə baxsaq, 1 üstəgəl 7 üstəgəl A üstəgəl 5 bərabərdir. Bizə verir 13 üstəgəlinsin A-nı. İndi burada A elə bir rəqəm olmalıdır ki, 13 ilə toplayanda 9-a bölünən tam ədəd olsun. Onda A-mız 4 olarsa, 13 üstəgəlinsin 4 edir 17. Yəni 17 4-ə 9-a bölünmür. Demək 17 9-a bölünmürsə, demək ki, A variantı deyil. Keçdik B variantına baxsaq. 13 üstəgəlinsin 5 bərabərdir 18 edir. Bəli, cavabımız nədir? 18-dir. Çünki 18 nəyə bölünür? 9-a bölünmüş olur. Gəldik növbəti sualımız, ikinci sual. Aşağıdakı müqayisələrdən hansı yanlışdır deyir. Şahidlər, A variantına baxsaq, modulda -18 deyir, müsbət 18-ə bərabərdir. Biz bilirik ki, moduldan həmişə nə çıxırdı? Müsbət çıxır. Yəni, bu doğrudur. Yəni, A variantımız oldu doğru. B variantında deyir ki, mənfi, mötərizədə mənfi ki, sıfırdan böyükdür. Biz bilirik ki, buradakı mənfi, içəridəki mənfiyə deyəndə nə olmuş olacaq? Müsbət olacaq. Yəni, 2 böyük olmuş olur nədən? Sıfırdan. Bu da doğrudur. Gəldik C variantına baxsaq, deyir ki, 0 böyükdür, modulda -9. Modul -9 nəyə bərabər dedik? Müsbət 9-a bərabərdir. Və burada baxsaq görərik ki, 0 9-dan böyükdür, amma 0 9-dan nədir? Kiçikdir. Ona görə C variantı nədir? Yanlış cavabdır. Bizdən də yanlışı soruşurdu. Cavabımız oldu C variantı. Gəldik növbəti sualımız, üçüncü sualımıza. 3x minus 2y bərabər 7 olarsa 11 çıxılsın, 6x minus 16 çıx, 4y ifadəsinin qiymətini ortaq vurğu mötərizə xaricdən çıxarmaqla hesablayın deyir. Demək, 11 çıxılsın, mötərizədə 6x çıx, 4y çıx, 16 şəklində yer dəyişmə etsək, bərabərdir 11 çıxılsın. 6x, 4y və 16 hər üçü 2-yə bölünə görə 2-ni ortaq vurğu kimi çıxarda bilərik. Onda 6x-ı 2-yə bölsək qaldı yerdə 3x çıxılsın. 4y 2-yə bölsək qalır 2y. 16-nı da 2-yə bölsək qaldı 8. Bərabərdir. 11 çıxılsın 2 vurulsun. Şahidlər, burada bizə yuxarıda 3x çıxılsın 2y-in qiyməti nə vermişdi? 7 vermişdi. Onu da gətirib burada bunun yerinə nə yazacaq? 7 yazacaq. Olacaq 7 çıxılsın 8. Bərabərdir. 11 çıxılsın. 7-dən 8 çıxanda edir -1. 2-ni də -1-ə vursaq olacaq -2. Bu da bərabərdir. Mənfi mənfiyə dəyər toplama olur. Olur 11 üstəgəl 2. Bərabərdir 13 olmuş olur. Cavabımız oldu C variantı 13. Gəldik növbəti sualımız 4-cü sualımıza. Deyir, hər biri 2 xarici dildən ən az birini öyrənən 45 nəfərlik qrupda 32 nəfər ingilis dilini, 20 nəfər isə rus dilini öyrənir. Neçə nəfər hər iki dili öyrənir? Demək, şahidlər, burada nə edirik? Demək, ümumi 45 nəfərimiz var. 32 ingilis dilini, 20-si isə rus dilini öyrənir. Onu da biz xarici dil öyrənənləri toplasaq, yəni 32 üstəgəl 20 bərabər olur 52-yə. Və həmin bu 52-dən də ümumi şahidlərin sayı, yəni 45-ə çıxsaq, yerdə hər iki dili öyrənənləri tapmış olarıq. Bu da odur 7 olmuş olur. Cavabımız oldu B variantı. Gəldik növbəti sualımız 5-ci suala. 5-ci sualda bizə deyir ki, aşağıdakı ədədlərdən hansı mürəkkəb ədəddir? Demək, mürəkkəb ədəd nə idi? 2 və daha artıq böləni olan ədədlərə. 11-in böləni bilir ki, 11 1-1-ə bölünür, bir də 11-in özünə bölünür. 21 isə 1-ə bölünür, 3-ə bölünür və 7-yə bölünür, bir də 21-in özünə bölünür. Burada isə fikir etsək, bunun 4 dənə böləni var. Demək ki, elə mürəkkəb ədədimiz nədir? 21-in özüdür.
Gəldik 6-cı sualımız. Belə bir qrafik verib bizə. Deyir ABC fiqurundan A1, B1, C1 fiqurunun alınması üçün aşağıdakı addımlardan hansı doğrudur? Onda biz A nöqtəsinin koordinatlarına baxsaq, A nöqtəmizin koordinatları olmuş olur. X-i -7-dir, Y-i nədir? 2-dir. B nöqtəsinin koordinatlarına baxsaq, demək B nöqtəsi X-imiz -7-dir, Y-imiz nədir? 4-dür. C nöqtəsinin koordinatına baxsaq, C nöqtəsi də X-i -4-dür, Y-i nədir? 2-dir. İndi A1, B1 və C1 nöqtələrin koordinatına baxsaq, demək A1'imiz oldu. Demək X oldu 2, Y oldu -2. B1'ə baxsaq, B1'də X-i 2-dir, Y nədir? -4'dür. 2, -4 nöqtəsi. C1 nöqtəsinə də baxsaq, X-i 5, Y nədir? -2'dir. İndi gəldik, bizə deyir ki, hansı doğrudur? İndi baxsaq burada şahidlər, A nöqtəsi A1 nöqtəsinə görə baxsaq, X-i -7-dən nəyə gəlib? Müsbət 2-yə gəlib. Demək, -7-dən müsbət 2-yə neçə addım gəlib buna baxsaq, demək ki, 2-dən elə -7-nin üstünə neçə gəlsək 2 edər? Yəni bu 9 vahid olmuş olur. Yəni -7-nin üstünə 9 vahid gəlsək, yəni bizə alınar buradakı 2. Eyni qaydada B-yə baxsaq, -7-dir, yenə 2 olubsa, demək ki, yenə bu da 9 vahid artıb. Demək, 9 vahid hara gedib? Sağ tərəfə, müsbətə doğru gedib. Baxaq, demək ki, 9 vahid sağa gedib. Burada B variantında var. Və 9 vahid sağa gedəndən sonra Y-lərinə fikir versək, yəni Y, yəni dəyişib. Y dəyişibsə, demək ki, nəyə nəzərən simmetrik olmuş olur? Apsis oxuna nəzərən simmetrik. Elə cavabımız nədir? B variantı. Yəni apsis oxuna nəzərən simmetrik deyəndə X, Y-dirsə koordinatımız, onda həmin bu A1 nöqtəmiz X-imiz olduğu kimi qalır, Y-imiz nə olurdu? Əks işarəyə dəyişirdi. Ona görə cavabımız olur B variantı. Gəldik növbəti sualımız 7-ci sualımıza. Demək 7-ci sualda bizə deyir ki, aşağıdakılardan deyir hansı doğru deyil. Demək ki, A variantında -1,1 kiçikdir -1,1'dən. Demək bunun hər tərəfini 100-ə vursaq olur -110 kiçikdir -101'dən. Bəli, biz bilirik ki, şahidlər normalda müsbət olsaydı 110 101'dən böyük olardı. Amma mənfilərdə kiçik olan elə bil ki daha böyükdür. Ona görə bu doğrudur. Yəni A variantı doğrudur. Bu getdi. B variantına baxsaq, -1,1 sıfırdan kiçikdir. Bəli, mənfi ədəd sıfırdan nədir? Kiçikdir. Ona görə B variantında doğrudur. C variantına baxsaq, yenə bunun hər tərəfini 100-ə vursaq və yaxud heç vurma ehtiyac yoxdur şahidlər. Burada fikir versə, bu mənfidir, bu nədir? Müsbətdir. Demək ki, müsbət ədəd mənfidən nədir? Böyükdür. Yəni bu da doğrudur. Yəni C variantı da getdi. Qaldı, yəni bizim D variantımız, yəni doğru olmayan budur. Çünki 1,1 deyir, 1,1'dən nədir? Böyükdür. Bunun arxasına biz 0 atsaq, elə bir ki 101 böyükdür 110 demiş olur. Yəni 101 110'dan böyük deyil. Ona görə D variantı nədir? Yanlışdır. Gəldik 8-ci sualımıza. Sinifdə deyir 11 qız, 7 oğlan şagird var. Sinifə daha neçə oğlan şagird gələrsə, oğlan şagirdlərin sayı bütün şagirdlərin sayının 45% olar. Demək şagirdlər, burada biz oğlan şagirdlərimiz 7'dir. Üzərinə daha x gəlsək, bu oğlan şahidlərinin sayı olmuş olur. Demək, ümumi sinif isə ümumi 18 nəfər idi. X nəfər gəldindən sonra oldu 18 plus x. Bizə deyir ki, oğlan şahidlərin sayı bütün şahidlərin sayının 45%'dir. Yəni oğlan şahidlər bütün sinif 45%'dirsə, onda oğlanların sayını bütün sinif, yəni 18 plus x-ə bölüb 100'ə vursaq, nəyə bərabər olmalıdır? 45'ə bərabər olmalıdır. Buradan 7 plus x bölünsün 18 plus x-imiz bərabərdir
100'ə bölsəm hər tərəfi 100'də nə olmuş olur? 45 alınmış olur. Bunlar da 5'ə ixtisar aparsaq, burada 20, burada nə qalar? 9 qalmış olar. İndi çarpaz vursaq, tənasübə görə çarpaz vursaq, onda 20'ni 7'yə vursam olacaq 140. Üstə gəl 20'ni bir də x-ə vursam 20x bərabərdir. Eyni qayda 9'u 18'ə vursam 162. Üstə gəl 9 da x-ə vursam 9x. X-ları bir tərəfə atsaq olacaq 11x bərabərdir. 140 da keçir o bir tərəfə 162 çıx 140. Bu da olur 22. Buradan da x-i tapsaq x bərabərdir 2 alınmış olur. Bizdən də sinifə gələn oğlan şahidlərin sayını soruşurdu. Yəni o da olmuş olur 2. Yəni B variantı. Gəldik növbəti sualımız 9-cu suala. 9-cu sualda bizə deyir ki, A və B bir-biri ilə düz mütənasib asıldır. Düz mütənasib asılı nə idi şahidlər? Biri artanda digəri də eyni qədər artmalıdır. Bizə deyir ki, A-mız 4'dür, B-miz 6 olarsa. Yəni A-mız 4 olanda B-miz nə olub? 6 olub. Bizə deyir ki, A-mız 6 olarsa B-miz bilmirik, yəni x olmuş olar. Düz mütənasibdə nə idi tənasüb? Çarpaz. Onda 4'ü x-ə vuraram. Bərabər olar 6 vurulsun 6'ya. Buradan 4x bərabərdir 36'ya. X də bərabərdir 36 böl 4. Bu da edir 9. Cavab oldu C variantı. Gəldik növbəti sualımız 10-cu suala. Deyir, kəsirlərini müqayisə edin. Kəsirləri müqayisə etmək üçün ya məxrəcləri eyni olmalıdır, ya surətləri. Demək, biz də buradan məxrəcləri eyniləşdirsək, onda 3'ə, 5'ə və 15'ə bölünən ədəd elə 15'in özüdür. Onda birinci kəsirimizi 5'ə vurarıq, ikinci kəsirimizi 3'ə vurarıq, üçüncünü isə 1'ə vurmuş olarıq. Olur onda birinci kəsirimiz 15'də 10, ikinci kəsirimiz olur 15'də 9, üçüncü isə 15'də nədir? 7'dir. İndi məxrəclər eynidirsə, onda keçirik surətə. Yəni surəti böyük olan nədir? Böyükdür. Onda yəni birinci 15'də 10 kəsirimiz hansı idi? 3'də 2'dir. 3'də 2 daha böyükdür. Bizə baxa görə 3'də 2 böyük olan harda var? B variantında var. Sonra gəlirdi 5'də 3, sonra da 15'də 7. Yəni cavabımız olur B variantı. Gəldik növbəti sualımız 11-ci suala. Tənasübdür. Tənasübdən deyir x-i tapın. Biz şahidlər dərs keçəndə demişik ki, tənasübdə orta hədlərin hasili kənar hədlərin nəyinə bərabər idi? Hasilinə bərabərdir. Onda kənar hədlərimiz nə olmuş oldu? X-la 8. 8 vurulsun x bərabər olmalıdır. Orta hədlərimiz isə 12 ilə 16'dır. 12 vurulsun 16'ya. Buradan x-i tapsaq, x bərabərdir 12 vur 16 bölünsün 8. 8 və 16'nı x yaparsa burada qalar 2. 2'ni də 12'yə vursaq cavab olmuş olur 24. X-imiz oldu 24 D variantı. Gəldik növbəti sualımız 12-ci sualımıza. Uc nöqtələr deyir -2, 4 və B nöqtəmiz x4 olan AB parçasının uzunluğu 9 vahid olarsa, x aşağıdakılardan hansı ola bilər? Qısa olaraq şahidlər burada baxsaq görərik ki, y-lər nədir? İkisində də 4'dür. Və məsafəmiz 9 vahiddirsə, onda B-nin x-indən A-nın x-ini çıxsam, məsafə deyəndə x-dən çıxıram nəyi? -2-ni. Bərabər olmalıdır nəyə? 9'a. Bu mənfi edəndə nə olmuş olur? Toplama. X üstə gəlir 2 bərabərdir nəyə? 9'a. Buradan da x-i tapsaq, 9'dan nə eləmiş oluruq? 2'ni çıxarıq. X isə bərabər olur nəyə? 7'yə. Demək ki, bizim x-imiz nəymiş? 7 imiş. Gəldik növbəti sualımız 13-cü suala. İşin deyir 35% bitirdikdən sonra hansı hissəsi qaldı? Demək 35% gedibsə, onda 100'dən çıxaram nəyi? 35'i. Yerdə neçə qalmış olur? 65%. Bizə deyir ki, hansı hissə qaldı deyir. Onda 65'i bölərəm nəyə? 100'ə. Və bunlar da 5'ə ixtisar aparsaq, burada qalır 20, bu surətdə də qalır 13. Yəni işin 20'də 13 hissəsi qalmış olur. Gəldik növbəti sual 14-cü sualımıza. Deyir, düzbucaqlı koordinat sistemində A nöqtəsi -6, -8. Gəlin bunu düzbucaqlı koordinat sistemində tapaq. -6, -8. X-i -6'dır, y nədir? -8'dir. Buradadır.
nöqtəmiz. A nöqtəmiz buradadır. Sonra B nöqtəmiz 6, 4. B nöqtəmizdə x-i 6-dır, y-i nədir? 4-dür. B nöqtəmiz hardadır? Buradadır. İndi həmin bu nöqtələri biz birləşdirsək, bizdən soruşur ki, oradan toxu ilə kəsmə nöqtəsinin koordinatlarını tapın. Yəni y-dən kəsməni soruşur bizdən. Y-dən kəsmə nöqtəmizə baxsaq, görərik ki, haradır? Həmin buradakı -2 nöqtəsidir. Amma bu həmin -2 nöqtəsi bu nöqtədə kəsişirsə, bunu necə taparıq? Orta nöqtə ilə. Orta nöqtə nədir şagirdlər? X-ları toplayıb yarıya böləcək. Yəni birincinin x nədir? -6. Burada da 6-dır. -6-nın üstünə 6 gəlsək, bölərik 2-yə. Bu eləyir 0. Y-lərin də eyni qaydada. -8-in üstünə burada y-imiz 4-dür. 4-ü gəlib 2-yə bölsək, bu da -4 bölü 2 edir -2. Yəni koordinatımız x 0, y-imiz nədir? -2. Biz də burada qrafikdə gördük ki, x-i 0-dır, y nədir? -2-dir. Yəni cavabımız olur C variantı. Gəldik növbəti sualımız 15-ci sualımıza. Üçbucağa aid belə bir sualdır. Deyir, şəkildə verilənlərə əsasən AB tərəfi neçə vahiddir? Burada fikir versək şahidlər, 34, buradakı bucağımızda, C bucağımızda nədir? 34. Demək ki, bu necə üçbucaqdır? Bərabər yanlı. Yəni 6A-mız nəyə bərabər olmalıdır? A plus 35-ə. 6A bərabərdir. A üstə gəlinsin 35-ə. Tənlikdir. A-ları bir tərəfə atsaq, onda olacaq 6A çıxılsın A bərabərdir 35-ə. 6A-dan A çıxsaq qalır 5A bərabərdir 35-ə. A-nı da tapsaq 35-i 5-ə bölərik, qalar 7. A-mız 7-dir. Bizdən nəyi soruşur? AB tərəfi. AB tərəfimiz nə idi? 6A idi. Onda 6-nı vuraram 7-yə. Bu da edər 42. Cavab oldu A variantı 42. Gəldik 16-cı sualımız. Qrafikə görə deyir, Əhməd son 40 metr məsafəni neçə saniyəyə gedib? Son 40 saniyənin neçə, daha doğrusu 40 metri neçə saniyə gedibsə, burada baxsaq, hər bir bölgəyə görə bura 5, bura oldu 15, bura olur 25, bura olur 35. İndi son 40 saniyə deyirsə, fikir versək burada 20-dən 40-a 20 metr gəlib. Amma bizə nə lazımdır? 40 metr məsafə. Demək, 40 metr məsafə olması üçün, bax, 40-dan hara gəlib? 80-ə gəlib. Son dediyinə görə 40-dan nədir? 80-ə gəlib. 40-dan 80-ə gəlibsə, onda mən bu nöqtəyə baxsam, bu neçənci saniyədədir? 35-ci saniyədə. Buna baxsaq, bu isə neçənci saniyədir? 15-ci saniyədədir. Onda 35-dən nəyi çıxaram? 15-i çıxaram. Burada da olmuş olur 20 saniyə. Yəni cavab olur B variantı. Yəni 20 saniyə 40 metr məsafəni gedib. Gəldik 17-ci sualımız. Şəkildə verilənlərə deyir, düzbucaqlı və yarımçevrəli əsasən rənglənmiş hissənin sahəsini tapın deyir. Şahidlər, burada fikir versək, rənglənmiş hissəmiz buradır. Və düzbucaqlıdır. Düzbucaqlının enini 4 verib, uzunluğu nə verib? 9 verib. Onda əvvəlcə biz düzbucağın sahəsini tapsaq, S düzbucaqlı. Düzbucağın sahəsi bilir ki, enin uzunluğuna vururuq. Yəni 4-ü vururuq 9-a. Bu da olur 36. Biz düzbucaqlının sahəsindən buradakı yarım dairələrin sahəsini çıxsaq, onda bizə həmin bu qırmızı olan, yəni ştrixlənmiş hissənin sahəsini, rənglənmiş hissənin sahəsini vermiş olar. Onda buradakı yarım dairələri şahidlər biz tamamlasaq, yəni bu yarım dairə ilə bu yarım dairə tamamlansa, elə bir ki, bu formada. Bu bir nə olmuş olur? Dairə olmuş olur. Dairənin də bu diametri olduğuna görə, dairənin demək radiusu nədir? 2-dir. Dairənin də sahəsini tapsaq, S dairə. S dairə bərabərdir. Pi vurulsun nə idi? R-in kvadratıdır. Pi vurulsun, R-imiz nədir? 2-dir. 2-nin kvadratı. Bu da olmuş olur 4pi. Dairənin sahəsi oldu 4pi. Onda biz ümumi düzbucaqlının sahəsindən, yəni 36-dan çıxarıq nəyi? Dairənin sahəsi 4pi ilə. Bu da bizə verər rənglənmiş hissənin sahəsi. 36 çıxsın 4pi, yəni C variantı olmuş olur cavabımız.
Gəldik növbəti sualımız 18-ci suala. Deyir, zəri bir dəfə atdıqda düşən xalın 7-dən kiçik olması hadisəsinin ehtimalını tapın. Biz bilirik ki, zərdə neçə dənə xal var? 6 dənə. Yəni 1, 2, 3, 4, 5 və 6 üz var. Yəni 1-dən 6-ya qədər xallar düşə bilər. Və bizə deyir ki, 7-dən kiçik olması hadisəsinin ehtimalı deyirsə, şahit zəri bir dəfə atmısan, onsuz da bütün xallar orada nədir? 7-dən kiçikdir. Demək ki, bütün xallar 7-dən kiçiksə, bunun baş vermə ehtimalı nə olmuş olacaq? 1 olmuş olur. Yəni mütləq şəkildə baş verəcək deməkdir bu hadisənin ehtimalı. Gəldik növbəti sualımız 19-cu suala. 3, 7, x, 5, 9, 7 ədədlər sırası 2 modalı olarsa, x aşağıda hansı ola bilməz? Demək, xatırlayaq ki, moda nə idi? Ən çox təkrarlanan ədəd. Demək, ən çox təkrarlanan ədəd modadırsa, onda burada fikir versək, ən çox təkrarlanan nə var? 7 var. Demək, 7-dən neçə dənədir? 2 dənədir. İndi bizdə burada x-in yerində aşağıdakılardan hansı ola bilməz deyir. Demək, A variantına baxsaq, x-imiz 3-dür. X-imiz həqiqətən də 3 olsa, demək ki, 3-ün biri var. Burada da x-imiz 3 olsa, bu da 2 dənə olmuş olur. Yəni, say bərabərləşdir. Buna deyirlər 2 modalı. X-imiz 5 olarsa B variantında, onda 5-dən də 2 dənə olmuş olur. Bu da olur 2 modalı. Amma C variantına baxsaq, yəni demək ki, bizim ola bilməzimiz C variantıdır. Bax, x-imiz 7 olsa burada, 7-nin sayı nə qədər olmuş olur? 3 dənə olmuş olur. Ən çox təkrar nə olmuş oldu? 7 olmuş oldu. Əgər 7-nin sayı digərindən çox olarsa, bu bir modal olmuş oldu və bu ola bilməz. Bizə nə deyirdi? 2 modal olmalıdır. Ona görə 7 ola bilməz. Gəldik növbəti sualımız 20-ci sualı. 20-ci sualda bizə deyir ki, Fərid 2 ədəd fərqli rəngdən müxtəlif adlı oyuncaq almalıdır. 2 ədəd və fərqli rəngdən müxtəlif adlı oyuncaq almalıdır. Yəni, maşın alıbsa, qara maşın, mavi maşın ala bilməz eyni anda. Demək, cədvələ əsasən onun seçim variantlarının sayını tapın. İndi burada fikir versək, tutaq ki, Fəridimiz nə alıb? Sarı kukla alıb. Demək, sarı kukla alıbsa, onda Fərid demək ki, nə ala bilər? Ağ maşın ala bilər, qara maşın da ala bilər, mavi maşın da ala bilmiş olur. Onda sarı kuklanı alıbsa, demək ki, nə olmuş oldu maşınımız? Demək ki, maşını alacaq fərqli rənglərdə. Bundan nə qədər olmuş olur? 3 dənə. Yəni, ağ, qara və mavisini almış olur. Sonra, qırmızı kukla alarsa, yenə nədir? Ağ, qara, mavi, yəni almış olur. Yəni, demək ki, hər birindən nə olmuş olur? 3, yəni variantı olmuş olur. Onda 3 dənəyə görə də 3 variant, 3 plus 3 plus 3. Bu da bizə verir 9 variantda, yəni hədiyyə ala bilir. Yəni oyuncaq almış olur. O da olur C variantı. Gəldik 21-ci suala. Poliqram tərəfləri 14 və 21 cm-dir. Bu poliqram hündürlükləri 12 və 8 cm olsa, sahəsi neçə kvadrat santimetr olar? Poliqram, şagirdlər, poliqramımız poliqramda bilirik ki, hündürlüklərimiz biri budur. Bir hündürlüyümüz də bu hündürlükdür. Tərəflərimiz deyir 14 və 24-dür. Burada deyək ki, 14-sə burada 14-dür. Bura 21-dirsə, burada nədir? 21-dir. Və deyək ki, bu poliqramın hündürlükləri 12 və nədir? 8-dir. Biz bilirik ki, böyük tərəfə çəkilən hündürlük nə olmuş olur? Həmişə kiçik olmuş olur. Onda böyük tərəfimiz 21-dirsə, 21-ə çəkilən hündürlük nə olmuş olacaq? 8. Kiçik tərəfə çəkilən hündürlük isə böyükdür. Onda bu hündürlüyümüz nədir? 12-dir. Və sahəsi bilirik ki, poliqramın tərəf vurulsun nədir? Həmin tərəfə çəkilmiş hündürlük. Onda 8 vurulsun 21 bizə verir sahəni, yəni 168-dir. Eyni qayda digərə görə baxsaq, 12-ni də 14-ə vursam, yəni nəyə verəcək? 168-dir. Deməklə sahəmiz nədir? C variantı 168 olmuş olur. Gəldik növbəti sualımız 22-ci suala. Oturacaqları düzbucaqlı, üçbucaq olan üçbucaqlı prizmada AC 9-dur. AC-miz bura 9-dur. BC-miz 15-dir. Həcmimiz isə, yəni V-ni verib bizə nədir? 1080-dir. Deyir, hündürlüyü neçədir? Yəni hündürlüyümüz budur, H-dır, bilmirik. Şahidlər, biz əvvəlcə bilək ki,
Demək ki, üçbucaqlı prizma. Ümumiyyətlə prizmanın həcmi V bərabərdir. S oturacaq vurulsun H-dır. Bizdə də oturacaq, yəni sahə. S oturacaq, yəni oturacağın sahəsidir. Oturacağımız düzbucaqlı üçbucaq olduğuna görə düzbucaqlı üçbucağın sahəsini tapa biləcək. Yəni oturacağın sahəsini tapsaq, tərəflərimiz 9, 15-dir. Yəni 9-u vurarıq 15-ə, bölərik nəyə? 2-yə. Yəni oturacağın sahəsi oldu 9 vur 15 böl 2. Və indi gətirib yerinə yazsaq düz da. Olacaq 9 vur 15 böl 2 vur H bərabərdir. Həcmimiz nə idi? 1080. Buradan da biz çarpaz vursaq, elə bir hər birini 2-yə vursaq, 9 vur 15 vur H bərabərdir 2 vurulsun 1080. Və H-ı da tapsaq, H bərabərdir 2 vurulsun 1080 bölünsün 9 vurulsun 15 bərabərdir. Sadələşdirsək, demək 9 ilə 1080-i ixtisar aparsaq, burada qalar 120. 120 də 15-ə ixtisar aparsaq, burada qalar 8. Burada qaldı 2 vur 8, yəni 16 olmuş olur cavabımız. Yəni hündürlüyümüz oldu 16. Gəldik 22-ci sualımıza. Daha doğrusu 23-cü sualımız. Alfa bucağına deyir, qonşu olan iki bucağın cəmi 250 dərəcədir. Alfa bucağı neçə dərəcədir? Demək, alfaya qonşu olan buradakı bucağı bir beta desəm, buradakı qonşu bucağı yəni nədir? Betadır. Bizə deyir ki, beta ilə betanın cəmi nədir? 250 dərəcədir. Eyni bucağı toplayanda 250 elibsə, onda betamız nəyə bərabər olur? 250-ni 2-yə bölsək, 125 dərəcəyə. Bura fikir verirsək, qonşu bucağı deyirsə, onda alfa ilə də betanın cəmi bizə nəyə verməlidir? 180 dərəcəni. Betamız 125 isə, alfanın üzərinə 125 dərəcə gələndə bu 180-dir. Onda alfanı tapsam, 180-dən çıxmış olaram 125 dərəcəni. Bu da bizə verir 55 dərəcəni. Cavab olur 55 dərəcə. Gəldik növbəti sualımız 24-cü sualımıza. Deyir, x və y düz mütənasib kəmiyyətlərdir. Cədvələ görə a minus b fərqini tapın. Düz mütənasib kəmiyyətlərdirsə, biz bilirik ki, düz mütənasib kəmiyyətlər funksiyalara y bərabərdir kx. Yəni, buradan da k-nı tapsaq, y-i bölmüş oluruq nəyə? X-a. Y-i x-a bölürsə, onda hamısında eyni olmalı. Yəni, 12-ni, onda k-nı tapsam, 12 bölünsün nədir? 3-dür. 12-ni 3-ə nə edir? 4 edir. Onda a-nı 4-ə böləndə də bizə nəyə verməlidir? 4-ü verməlidir. Buradan da a-nı tapsaq 16 almış olur. Eyni qaydada 28-i b-yə bölsəm, yəni nəyə bərabər olmalıdır? 4-ə bərabər olmalıdır. Buradan da b-ni tapsaq, yəni 28-i 7-yə bölsək nəyə verir bizə? 4-ü verir. Yəni b-miz olmuş olur 7. Bizə deyir ki, a minus b-ni tapın. Yəni 16 çıxılsın 7-ni, bu da bizə verir 9. Cavabımız olur 9. Gəldik sonuncu sualımız 25-ci suala. Tarazlıqda olan tərəzidə hər bir kvadratın kütləsi 8 kiloqramdır. Hər bir üçbucağın kütləsi 7 kiloqramdır. Dairələri eyni kütləli olduğunu bilərək bir dairənin kütləsini tapın. Demək, dairələr eynidir. Kvadratın bir kütləsi yəni nədir? Deyir, birinin kütləsi 8 kiloqramdır. Baxaq, birinci tərəzimizdə neçə dənə kvadrat var? Bir dənə var. Demək, bu kvadrat oldu 8. Üçbucağın kütləsi 7-dir. Bu oldu 7, bu da oldu 7. Dairə isə nə idi? Eyni kütlədir, bilmirik, yəni x. Eyni qaydada bura fikir versək, bir dairə, bu da üçüncü dairəmiz. Bunların hər biri nədir? X-dir. Kvadrat isə nə idi? 8 idi. Bu 8, bu da oldu 8. Onda bunları toplasaq, bizə verir, demək, 7, 8, 15, üstünə də 7 gəlsək, 22, üstə gəl, x. Dairəmizdə x idi. Bərabərdir. İkinci tərəzinin qolundakı isə x-lar oldu 3x. Üstə gəlinsin 8-dən 8-in cəmdə edir 16. Bunlar bir-birinə bərabərləşdirdi. Çünki tərəzi nədir? Tarazlıqdadır. İndi tənliyimizi həll etsək, x keçər sağ tərəfə, olar 3x çıxılsın x bərabərdir. 16 da keçər sol tərəfə, 22 çıxılsın 16 olmuş olar. 3x-dan x çıxsam qalar 2x bərabərdir. 22-dən də 16 çıxsa olur 6. Buradan da x-i tapsam 6-nı 2-yə bölərəm.
Nə olmuş olar? 3 olmuş olar. Bizdən də dairənin kütləsini soruşurdu. O da oldu 3 cavabımız. Diqqətinizə görə təşəkkür edirəm şahirdlər. Belə bir sınaqların davamlı gəlməsi üçün kanalımıza abunə olub videolarımızı bəyənməyi unutmayın.